Qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Kremldən Qarabağ açıqlaması. Putin bunu istəyir. Bakıdan Kremlə Qarabağ mesajı. Xarici İşlər Nazirliyi bəyanat yaydı. Rusiyadan qayıtdıqdan dərhal sonra Paşinyandan qəribə qərar. Əməliyyat bitdi, Amerika Birləşmiş Ştatları zərbələrə davam edir. Özü müvəqqətidir, ancaq ən yüksək vəzifə verdi. Kəmaləddin Heydərov Bakıda su basan ərazidə olub. Bugün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bugün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik, əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Axar TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında səsləndirib. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bugün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir, deyə dövlətimizin başçısı əlavə edib. Qeyd edək ki, aprelin 6-sında Tbilisidə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Gürcüstanın baş naziri İrakli Kobaxidze, sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bəyanatla çıxış edib. Moskva Qarabağ məsələsini müzakirə edərkən Rusiyaya lazımsız istinadlardan qaçmaq istəyir. Axar TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Prezident Putinin və Rusiyanın istədiyi tək şey bu məsələni müzakirə edərkən bizə lazımsız istinadların olmamasıdır, Peskov bildirib. Aprelin 5-i Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vesti kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib. Xarici İşlər Nazirliyindən Axar TV-yə verilən məlumata görə Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2022-ci il 44 günlük vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq tam bərqərar olub. Xarici İşlər Nazirliyi Rusiya tərəfinə bir daha xatırladıb ki, Rusiya Federasiyası daxil olmaqla heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb. Baş nazir Nikol Paşinyan tezliklə Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağıracaq. Axar TV xəbər verir ki, bu barədə Newsam məlumat yayıb. Nəşrin yazdığına görə Ermənistanın Daxili İşlər Naziri Arpini Sarkisyan Milli Assambleyada jurnalistlərə açıqlamasında sözügedən məsələ haqqında danışıb. O, Təhlükəsizlik Şurasının iclasında iştirak etməyə tələsdiyi üçün müsahibə verə bilmədiyini deyib. Qeyd edək ki, Paşinyan bir qədər əvvəl Rusiyada prezident Vladimir Putinlə gərgin görüş keçirib. Ekspertlər bu görüşün ciddi təzyiqlərlə müşayiət olunduğunu bildiriblər. Baş nazirin Təhlükəsizlik Şurasının iclasını çağırması Rusiyanın Ermənistanda keçiriləcək seçkilərin təşkilinə və nəticəsinə müdaxilə ehtimalını gündəmə gətirib. Amerika Birləşmiş Ştatları İrandakı hədəflərə aktiv şəkildə zərbələr endirməyə davam edir. Axar TV xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Yaxın Şərqdəki mərkəzi komandanlığı məlumat yayıb. Komandanlıq İranda vurulmuş qırıcının ikinci pilotunun xilas olunması əməliyyatını da təsdiqləyib. Bildirilib ki, İranda 2 ayrı axtarış xilas etmə əməliyyatı zamanı Amerika hərbçiləri təhlükəsiz şəkildə təxliyə edilib. Amerika Birləşmiş Ştatlarının İrana hücumları davam edir. Mərkəzi komandanlıq qüvvələri İran rejiminin güc nümayiş etdirmək qabiliyyətini sarsıdır. Təbibin icraçı direktorunun səlahiyyətlərinin icraçısı Anar İsrafilov
Ucar rayon mərkəzi xəstəxanasının keçmiş baş həkimi Zeynal Bayramlını özünə müşavir təyin edib. Axar TV xəbər verir ki, fevral ayında Vüqar Qurbanov təbibin icraçı direktoru vəzifəsindən azad ediləndən sonra bu vəzifə Anar İsrafilova həvalə edilib. Başqa sözlə, Anar İsrafilov təbibin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən şəxsdir. Əvəz edicinin özünə müşavir təyin etməsi Azərbaycan reallığında nadir rast gəlinən təcrübədir. Üstəlik, əldə etdiyimiz məlumata görə Anar İsrafilov təbibdə çalışanlara Zeynal Bayramlıya böyük səlahiyyətlər verdiyini çatdırıb və faktiki olaraq özündən sonra bütün səlahiyyətləri yeni müşavirin daşıdığını bildirib. Xatırladaq ki, Zeynal Bayramlı keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur və Ucar rayon mərkəzi xəstəxanasına da onun tapşırığı ilə baş həkim təyin olunmuşdu. Mətbuatda Zeynal Bayramlının qanunsuz hərəkətləri haqqında kifayət qədər materiallar dərc olunub və heç vaxtda bu iddialar təkzib edilməyib. Bu cür mənfi reputasiyaya malik bir şəxsin təbib kimi strateji bir qurumda müşavir təyin olunması diqqət çəkməyə bilməz. Aldığımız məlumata görə Anar İsrafilovla Zeynal Bayramlı qrup yoldaşıdır. Aprelin 6-sında Fövqəladə Hallar Naziri General-Polkovnik Kəmaləddin Heydərov Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq nəticəsində suyun təsirinə məruz qalmış əraziyə gəlib. Axar TV xəbəri verir ki, nazir yaranmış vəziyyət və fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub, aidiyyatı üzrə tapşırıqlar verib. Qeyd edək ki, son günlər yağan intensiv yağıntılar nəticəsində Bakının Bibiheybət yolunda mövcud sürüşmə sahəsi aktivləşib. Axar TV xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib. Onun sözlərinə görə eyni zamanda Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazisində, Salyan şosesində də mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb. Operativ monitorinq qrupu sürüşmə zonalarında müşahidələr aparır. Hazırda aidiyyatı qurumlar tərəfindən ərazilərdə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.